Kitab oxuyan insanlar özlərinə daha inamlı olurlar. Məhz bu səbəbdən onlar sosiallaşmaqda heç bir çətinlik çəkmirlər. Kitab oxumaq üfüqü genişləndirdiyinə görə fərqli mədəniyyətlərə və fərqli xarakterlərə malik olan insanlara daha açıq şəkildə yanaşırlar kitab oxuyan insanlar və buna görə onlar dostluq qurmaqda heç bir çətinlik çəkmirlər və bu onların həyatına bir növ rahatlıq da gətirir. Kitab oxumaq zamanda səyahət imkanı qazandırır. Bəli, biz kitab oxuyarkən sanki bir zaman maşınında hərəkət edirik. Gah orta əsrlərin döyüş səhnəsinin içində olursan, gah gələcəyin distopiyasında, gah Rusiyada kəndli olursan, gah Romada kral. Bu mənada müxtəlif zaman dilimlərinə səyahət etmək və oradakı həyatı görmək üçün kitab oxumaq bənzərsiz bir seçimdir. Birdən çox həyat təcrübəsi qazanmaq imkanı. Bəli, Tolstoy demiş, insan özü bütün səhvləri edəcək qədər çox uzun yaşamır. Məhz buna görə də biz kitablardan, başqa insanların həyatlarından da, onların səhvlərindən də, düzlərindən də nələrsə çıxarıb öz həyatımıza tətbiq edə bilərik. Bu mənada biz sanki bir yox, bir neçə paralel olaraq həyat yaşayırıq. Bu mənada başqa insanların həyatına sanki paralel baxırıq və onların keçirdiyi hüzünləri, sevincləri, səhvləri, düzləri birgə yaşayırıq. Bu mənada sanki bir yox, bir neçə həyat yaşayırıq.